Herkese salam, yeni vlogum artıq hazırdır. Bugünləri övladlarımla birlikdə Abşeron oteldəki şənliyə gedirik və şənliyə edərkən bu aksesuarları, bu kosmetikanı istifadə edəcəm deyən onları göstərmək istəyirəm. Birinci üz kremi olaraq bunu istifadə etdim. Bu çox yaxşıdır qırışlar üçün. Ardından istifadə etdiyim kremi göstərəcəm. Az öncə burada qoymamışdım. Bunu istifadə edəcəm. Sonra isə bu Maybelline tananisini istifadə edəcəm. Bu tananini çox sevirəm. Artıq ikinci dəfədə istifadə edirəm. Sonra isə gözümə belə bir Revelation'un göz paletini istifadə edirəm. Və tuş olaraq Golden Rose'un bu tuşunu istifadə edəcəm. Hava çox tutqundur. Bilmirəm necə olacaq. Yaxşı olacaq ya yox. Sonra dodaq boyası Oriflame'dən istifadə edəcəm buna. Bu dodaq boyasını çox sevirəm. Artıq demək olar ki, bitməyə üzrədir. Çox güman ki, ilin axırına qədər bitəcək. Mislinin belə bir rumyanası var. Onu istifadə edirəm. Dodaq qələmi olaraq Miss Dyson dodaq qələmidir. Aksesuarlara gəlincə isə saatım, Mi Band 10. Sonra Jumbo'dan aldığım belə bir sırqalarım var. Bunları istifadə edəcəm. Və qızıl qolbağım. Sonra belə bir üzüyüm. Və Dubai versiyası olan Libre ətrim. Bu ətri həqiqətən çox bəyənirəm. Qoxusu həqiqətən çox qəşəngdir. Və kəmər olaraq Hermes'in məndə bir kəməri var. Yeni almışam. Onu istifadə edəcəm. Əlbəttə ki, bu orijinal Hermes deyil. Mən bunu 28 ev keçiddən 7 AZN əldə etmişəm. Belə. Getdik. Çox gözəl səviyyəli bir yer idi. Valideynlər üçün ayrıca bir oturacaq qoymuşlar əyləşmək üçün. Uşaqlar isə ön sırada gördüyün səhnədə oynayırdılar. Çox bəyəndim. Həm hədiyyəli idi, həm də əyləncəli idi. Şənliyimiz bitdikdən sonra çöldə gördük ki, yağış var və bu yağışla da birlikdə evə yollandıq. Bu tətildə demək olar ki, uşaqlarımızla çoxlu Uno oynadıq və bu Uno'nu da yeni almışdım. Bilmirəm burada paylaşmışam ya yox, vloglarımda var ya yox. 80 qəpik əldə etmişdim. Və yenə də Uno oynadıq və həmin o günü bitdi. Səhəri günü isə Cinemo'dan belə bir kabra sifariş verirdim. Çox gözəl görsənir. Öz telefonum açıq yaşlı rəngdədir. Birizovi fasondur. Bu da kabra uyğun gəlir. Və mən də kabraya özəl belə bir tema qoymuşam ekrana. Düşünürəm qəşəng görsənir. Çöldə yağış yağır. Mən isə Orhan Pamukun Masumiyyət müzeyini oxumuq bitirməyə çalışıram. Və biraz çay içdim və kitabımı mütaliə etdim. Güllərimə su vermişəm. Çoxdandır fikirləşirəm ki, belə bol su vermirdim, az verirdim. Güllərini dəyişdim, biraz burada qoydum.
vloguma da yerləşdirməliydim ki, xatirə qalsın. Orxideyalarım da tomurcuqlanıb. Bilmirəm indi nə vaxt açacaq. Səbirsizliklə gözləyirəm. Burada belə 3 dənə güllərimi belə qoymuşam və belə. Bu da mənim qadın xoşbəxtliyi güllərim. Çox gözəldirlər həqiqətən də. Belə bir qab götürdüm. Bunu əslində paraşok üçün istəyirəm almaq. Bazar storedan 1.50 əldə etmişdim. Və Kinder Joy aldım və içərisindən də belə bir figurka çıxdı. Əslində bizim figurkalarımız çoxdur. Bu da demək olar ki, həmin bu figurkanı görə bilərsiniz. Bax, elə buradaca görürsünüz. Düşünürəm ki, mən bu figurkanı bura paftor qoya bilmirəm və aparıb öz kitab rəfimə qoymaq istəyirəm. Düşünürəm ki, burada gözəl görsənər. Bir də belə bir radio almışam. Zapsı edirəm də. Buradan da belə açılır. 4 azenə. Və bunu da istəyirəm burada belə qoyum. Maraqlı görsənsin. Ya da bunu belə qoymaq istəyirəm. Aksesuar olaraq. Sibirskinin məhsullarını çox bəyənirəm. Uşaqlara hal-hazırda öskürəklərinə qarşı bir çay verirəm. Düşündüm ki, paylaşmağımın yeri var. Gündə bir dənə verəndə bir harsı 5-6 gün həqiqətən də çox kömək olur. İçərisindəki paketlər də belədir. Özümə isə belə bir turbo çay istifadə edəcəm. Gündə bir dəfə. Əslində bunun qabartması dəyişir. Köhnə qabartmadır. Amma mən belə bir canlar sonra istəyirəm. Başqa cərələrini qalım. İçərisində də bir bilmirəm nə qədər qalıb. Hali bu qədər qalıb. Bitirim, görəyimə verir. Və bununla da vlogumu sonlandırıram. Hələlik.